Dostlar, hər birinizi salamlayıram. Bugünkü mövzumuz possessive case, yəni yəlik hal mövzusudur. İsim mövzusunda sınaqlarda, testlərdə, imtahanlarda ən çox qarşımıza çıxan başlıq, isim mövzusundan ən çox qarşımıza çıxan başlıq məhz yəlik haldır. Görək burada qaydalar necədir, hansı formada yəlik halı düzəldirik və qarşımıza başqa hansı formalar çıxır bir-birindən fərqləndirmək üçün bu videoda ətraflı şəkildə hər birini izah edəcəm. Gəlin əvvəlcə yəlik halın düzəlmə qaydasından başlayaq. Qaydasını düstur şəklində lövhədə qeyd etmişəm. Yəlik hal tək isimlərə apostrof S, cəm isimlərə isə cəm isim dediyimiz sonunda S olan isimlər nəzərdə tutulur əlbəttə ki. Cəm isimlərə isə S-dən sonraya sadəcə apostrof artırmaqla düzəlir. Yəni biz tək isim gördük, ona apostrof S artıracağıq, cəm isim gördük, sadəcə sonuna apostrof artıracağıq və həmin ismin yəlik halını düzəltmiş olacaq. Lakin sadəcə apostrof S və S-dən sonra apostrofu artırmaqla yəlik hal tam şəkildə düzəlmir. Apostrof S-in və S-dən sonra apostrofun yəlik hal olması üçün həmin o apostrof S və S apostrof işarələrindən sonra mütləq şəkildə bir isim işlənməlidir. Diqqət edirsinizsə, tək isim üstəgəl apostrof S və üstəgəl yenə isim qeyd olunur. Cəm isim üstəgəl apostrof və ardıca yenə isim qeyd olunub. Yəni, bu isimlər burada olmadığı müddətcə S apostrof və apostrof S görüntüləri əslində tam yəlik halı bizə vermir. Gəlin buna nümunələr üzərində baxaq. Məsələn, burada a student sözü gördüyünüz kimi təkdədir və qeyd eləmişik ki, tək isimlərin yəlik halı apostrof S-lə düzəlir və biz onu apostrof S artırmışıq burada və ardıca da book nümunəsi gəlib və isim də gəldiyinə görə yəlik hal tamamlanıbdır. Növbəti birləşməmizdə students sözü gördüyünüz kimi bu dəfə cəmdədir, sonunda S var. Cəm ismin yəlik halı sona apostrof artırmaqla düzəlir, S-dən sonraya apostrof artırmışıq və ardıca da yenə isim işlənibdir. Və bu iki nümunə, yəni həm apostrof S, həm də apostrof nümunələri elə Azərbaycan dilindəki yəlik hal şəkilçisi ilə eynidir. Yəni ın, in, un, ün şəkilçisinin bir növ ingilis dilində qarşılığıdır. Və nümunələri gördükdən sonra biz qaydanı bir daha təkrar edəcəyik, çünki keçəcəyik indi növbəti başlığa. Növbəti başlıq bir istisnadır. Qarışdırmamaq üçün gəlin bir dəfə də qaydamıza baxaq. Nə dedik qaydada? Tək isimdən sonra apostrof S işlənəcək, cəm isimdən sonra isə apostrof işlənəcək. Bu, normal cəmlənən bütün isimlərə, normal qaydada SES qəbul edən bütün isimlərə aid bir qaydadır. Lakin bizim istisnalarımız var. İstisnalarımız görək nə deyir? Birinci istisnamız kökdən dəyişərək cəmlənən isimlərdir. Hansı ki, keçən videomuzda biz bu barədə danışmışdıq. A man, man, child, children, ox, oxen və s. tipli isimlər, hansı ki, kökündən dəyişərək cəmlənirdilər. Həmin isimlərin yəlik halında biz yalnız və yalnız apostrof S-dən istifadə edəcəyik. Nəyə görə burada S apostrofdan istifadə edilmir? Çünki xatırlayırsınızsa, keçən videomuzda da danışanda qeyd etdik ki, bu isimlər kökündən dəyişir və kökündən dəyişdiyi üçün S qəbul edə bilmir. Və S qəbul edə bilməyən biz heç bir ismə S apostrof quruluşunu artıra bilmərik. Özümüz də burada bayaq qeyd elədik. Biz apostrofu nə zaman artırırıq? S-dən sonra, yəni S cəm şəkilçisindən sonra. Ona görə bu isimlərin təki və cəmi kökdən dəyişdiyi üçün, yəni S qəbul etmədiyi üçün burada biz S apostrof quruluşundan söhbət edə bilməyəcəyik və əlimizdə sadəcə apostrof S quruluşu qalacaq. Həm təki man apostrof S, həm də cəmi man apostrof S şəklində düzəlmiş olacaq. Növbəti başlığımız tək və cəm forması eyni olan isimlərdir. Hansı ki, burada biz 4 əsas isimdən danışmışdıq. Sheep, deer, fish və swine isimləri idi. Ötən videomuzda bu barədə məlumatımız geniş var idi. Hansı ki, bu isimlərin tək və cəmləri arasında sadəcə artikel fərqi var idi. Yəni, a sheep bir qoyun idi, sheep çoxlu qoyunları, yəni cəmdə nəzərdə tutur. Və bu isimlər də eyni kökdən dəyişən isimlər kimi SES qəbul edə bilmirlər. Bunların tək və cəm forması eynidir. SES vasitəsilə cəmlənmir və SES ilə cəmlənmədiyi üçün burada da biz S apostrof quruluşundan yenə istifadə edə bilmirik. Ona görə də bu isimlərin, tək və cəmi eyni olan isimlərin tək halı, məsələn, nümunədə a sheep sözünü görürsünüz, apostrof S-lə, cəm halı yenə apostrof S-lə düzəlir. Yəni, burada da bizim tək versiyamız apostrof S olacaq və S apostrof versiyasını
Biz burada da yenə eyni qaydada istifadə etməyəcəyik. Və sonuncu başlığımız həmişə cəmdə olan isimlər idi. Burada da əsas toplu isimləri nəzərdə tutacağıq. Police, poultry, people və s. tipli isimləri nəzərdə tuturduq ki, bu isimlərin onsuz da tək halı yoxdur. Bu isimlər yalnız cəm formada olurlar və cəm formada olan bu isimlərin də yəlik halını biz yenə eyni qaydada sadəcə apostrof S ilə düzəldəcəyik. Çünki S apostrof nümunəsindəki S cəm şəkilçisidir. Biz bu sözlərə cəm şəkilçisi artıra bilmirik. Ona görə əlimizdə sadəcə apostrof S düzgün formadır. Apostrof S versiyası qalır. S apostrof isə yanlış versiyadır. Burada həmin versiyadan istifadə edə bilmirik. Və sonda sizin üçün bu yazdıqlarımızı bütöv şəkildə toparlayan ayrı bir qaydada qısa izah şəklində verəcəm. Nə yazmışıq burada? S apostrof quruluşu yalnızca sonuna S cəm şəkilçisi artırılan isimlərdə ola bilir. Bu nə deməkdir? Baxın dostlar, məsələn, mən book sözünə S artıra bilirəmmi? Bəli, bilirəm. Deməli, mən orada S apostrofdan istifadə edə bilərəm. Və yaxud da table sözünə S artıra bilirəmmi? Bəli, artıra bilirəm. Deməli, orada S apostrofdan istifadə edə bilərəm. Amma sonuna S artıra bilmədiyimiz isimlərdə bizim bir dənə versiyamız qalır. O da apostrof S. Gəlin baxaq. Nümunələrdə kökündən dəyişənləri yazdıq. S artıra bilmirik. Ona görə S apostrof olmur, apostrof S olur. Təki cəməyin olanları yazdıq. S artıra bilmirik. Tək versiyamız apostrof S qalır. Həmişə cəmdə olanları yazdıq. Buna da S artıra bilmədiyimizə görə sadəcə tək versiya olaraq apostrof S-dən istifadə edə bilirik. Başqa bura hansı isimlər daxildir? Məsələn, sizlə sayılmayan isimlər öyrənmişik. Sayılmayan isimlərə bir nümunə. Məsələn, money sözünü nümunə kimi yazıram. S artıra bilirikmi? Xeyr. Sayılmayan isim olduğu üçün cəm şəkilçisi qəbul etmir. Deməli, yəlik halı sadəcə apostrof S ilə düzələcək. Və yaxud da başqa bir nümunə. Adam adları. Məsələn, Jack. Biz bu ismə S artıra bilirikmi? Xeyr. Deməli, yəlik halı necə düzələcək? Sadəcə apostrof S-lə. Buradan belə bir nəticəyə gəlirik ki, biz isimlərə S artıra biliriksə, məsələn, book sözünə S artıra bilirik. Orada həm apostrof S, həm də S apostrof ola bilər. Təkində apostrof S, cəmində isə S apostrof quruluşundan istifadə edəcəyik. Amma yox, biz əgər bir ismə S artıra bilmiriksə, orada bizim tək versiyamız var. O da yalnız və yalnız gördüyünüz kimi S apostrof quruluşudur.